gün 3 sayılı regional meşə təsərrüfatı mərkəzinin Sabirabad meşəbəyliyinin 1 sayılı meşə dolayının 4-cü kvartalında Zəfər gününə həsr olunmuş geniş miqyaslı ağac əkmə aksiyası təşkil olunub. Tədbirdə 3 sayılı regional meşə təsərrüfatı mərkəzinin, Sabirabad rayon icra hakimiyyətinin rəhbərliyinin, 3 sayılı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları, eləcə də qonşu kəndlərin bələdiyyə nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları xalqımızın 44 günlük vətən müharibəsində qazandığı möhtəşəm qələbənin əhəmiyyətindən, şəhidlərimizin əziz xatirəsinin daim hörmətlə anılmasından danışıblar. Qeyd olunub ki, bu cür aksiyalar həm şəhidlərin ruhuna ehtiramın ifadəsidir, həm də yaşıllıqların artırılması ilə ətraf mühitin qorunmasına xidmət edir. Daha sonra aksiyada iştirak edənlər birgə şəkildə 1 hektar ərazidə 4x1 sxemi ilə 1250 ədəd ağcaqayın tinqi əkiblər. Əkilən tinqlərə qulluq göstərilməsi və onların sağlam inkişafı üçün müvafiq aqrotexniki tədbirlərin davamlı şəkildə həyata keçiriləcəyi bildirilib. Sonda iştirakçılar qeyd ediblər ki, Zəfər günü kimi əlamətdar tarixlərdə keçirilən belə tədbirlər həm vətənpərvərlik ruhunun güclənməsinə, həm də təbiətə sevgi və qayğının aşılanmasına mühüm töhfə verir. Rəna Rövşən qızı, BTV.